Bugün ayın 19 Avqust 2025-ci il. Bu çayçılarım elə bir durmaq lazımdır. Gördüğünüz Sağ ol. bu qonaq Çindəndir. Dönəri maşınlarımızın biri mərkəzi yolda xarab olmuşdu. Çıxdıq ora. Gördüyü adam gedir, velosipedinin arxa təkəri bıraxır. İnsanıq da eldən elə soraq getsin. Heç vaxt səbəbsiz yerə iki adamı bir araya gətirməz ilahi. Bildik, bu da bir qismətdir ki, bizim qabağımıza çıxıb, təkəri bıraxmışdı, təklif elədik, gedək bizə, sənin vəsiyyəti izadı təkərini düzəldək. Həm söhbət oldu, adam razılaşdı və götürdük, gətirdi bir qardaşı Masallı rayon Ərkivan qəsəbəsində yerləşən Ərkivan Transport Beynəlxalq Yükdaşıma şirkətinin ərazisinə. İnsanları yığdıq, toplaşdırdıq, qardaşın 27 yaşı var, dünya səyahətinə çıxıb, Çinlə başlayaraq, Çin, Qazakistan, Özbəkistan, Özbəkistandan Samalyotdan Azərbaycan, Azərbaycandan İran, Türkiyə, Türkiyədən Yunanistan, Yunanistandan İtaliya, Fransa, Şveysariya, Hollanda, qalxdı Danimarka, Danimarkadan Finlandiya, Finlandiyadan Rusiya, Rusiya üzərindən də, Moskva üzərindən də yenə də geri dönmüş Çinə. Yəni çox bir uzun məsafə qət edəcək. Adam bugünə kimi 3200 kilometr aşağı yuxarı bir yol sürmüşəm. 40 gündür ya yaxındakı yoldayam. Yəni 40 gün yolda olması bunun yolunun 1/3 deməkdir. Və biz də Azərbaycanlılar olaraq hər zaman bütün millətlər qarşısında, yəni öz əsl xasiyyətimiz nədir göstərmişik və bütün dünyada bütün dünyada Azərbaycan xalqı necə qonaqpərvər, necə səmimi oldu. Yəni eldən elə soraq gedər deyə derizi. Və bu ölkələrdə, bu insana hansı ölkədə necə qucaq açacaqlar və bizim ölkədə olan necə qucaq açıblar. Sanki ölkələr arasında bir yarış var ki, insanların insanlıq yolunda necə səmimiyyət göstərməkləri. Saydığım bu ölkələrdə də yəqin ki, buna ev sahibliyi eləyən olacaq. Mən çox istəyərəm ki, Azərbaycanımız və Azərbaycanlılarımız, bu torpağı sevənlər, bu vətəni sevənlər, bu milləti sevənlər, damcının dəryaya faydası var. Harada olursunuz olsun, Azərbaycanlığımızı unutmayaq. Bu dövlət bizim, bu vətən bizim. Yəni bu insan həyatında elə bir xatirələr var ki, o heç vaxt yaddan çıxmır. Və mən də çox istəyərdim ki, bütün Azərbaycanlılar yaxşılıqda lider olaq, inkişafda lider olaq. Yəni dediyim kimi damcının dəryaya faydası var. Bu bir Çinli qardaş, o dünya ölkələrini gəzərkən onun qabağına çıxan insanları da görəcək, ölkələri də görəcək. Və o insanların səmimiyyəti ilə özündə bir fikir formalaşdıracaq ki, Azərbaycan necə ölkədir. Və bizdə Allahdandır ki, qarşımıza çıxdı, hər bir hadisə səbəbsiz yerə deyil, hər bir səbəb də bir imtihandır. Və o imtihan da ümumən Azərbaycan adına səslənəcək. Bu kişi harada olsa deyəcək ki, mən Azərbaycanda oldum, belə səmimi insanları gördüm. Dünən qardaş Səlyanda qonaq olub, Səlyandan da razılıq verirdi. Hər kəs Səlyanda ona ev sahibliyi eləyibsə, sağ olsun o qardaşlar. Yəni demək istəyirəm, indi bugün bunu dünən gəldi bizdə, velosipetin düzəltdik, hamam, çimdi, elədi. Bugün də inşallah naharını yesin, biraz da bizdən qalıb istirahat eləsin, aparıb mərkəzi yoldan yola salacaq, ki, geçsin. Bizdən Azərbaycana salam. Azərbaycana. Və köynəyimizdən verdik. Bir dənə Azərbaycanımızın çiçəkli ay yıldızı bayrağını da hədiyyə eləyəcək, yaxşı təfərrüatı ilə. Yəni bu insanın bura gəlməsi, 27 yaşda insanın bu boyda yolu qət eləməsi, dünən bizim zamanlarımızın arasında göstərdim. Yəni biz beynəlxalq yükdaşıma ilə məşğuluq. Yəni beynəlxalq yükdaşıma da dünyanın hər bir yeri gəzir. Yəni bu velosipedi ilə gəzdiyin çox adam maşınla gəzə bilməyib. Biz bir belə ev sahibliyi çox eləmişik ki, Fərid Rəsulu da bir zamanlar, o da bizim Azərbaycanlı səyyahımızı İrana keçirdik. Sovet maşına, klassik maşınlarla dünya səyahətinə çıxır. Bu qardaş da velosipedlə çıxır. Yəni demək istəyirəm ki, əsas məsələ odur ki, bizim Azərbaycanlı olaraq, Azərbaycan milləti nədir olaraq bu gəzə-gəzə müqayisə edəcək. Azərbaycan, perfect, very good, very kindful, friendly, very good. Azerbaijan, I think it's very beautiful country.
Baku, especially Baku, and I cycling about 5 days, and the Azerbaijan peoples are very kindly and friendly. I'm happy to meet you. Sasu, Rasu, Faris. Abdullah. Deməli, Very good. Perfect. Very qardaş good. keçdiyi ölkələrdə həm bayrağı götürüb. Heç bizdən istəməmişdi. Amma biz yəni bu ölkəni hər zaman xatırlamaq üçün bunun divarda, evində bir gözəl güşədə Alçak kimse bazarsın. gözəl güşədə asılsın deyə və Azərbaycanı xatırlasın deyə öz bayrağımızı ən əziz, candan əziz olan, hər şeyimizdən əziz olan bayrağımızı hədiyyə elədi ki, yəni bir güşədə qoysun və Azərbaycanımız xatırlansın, gözəl xatirələrini. Kazakhstan, Uzbekistan, Azerbaijan. Okay. Deməli.